Salam əziz şagirdlər, bugün sizə yazıcı və şairlərə həsr edilən əsərlər haqqında məlumat verəcəm. İlk olaraq Məhəmməd Hadiyə həsr olunan əsər Rəsul Rza tərəfindən qələmə alınıb. Bu əsər Xəzan Bülbülü əsəridir. Nəzərinizə çatdırım ki, Xəzan Bülbülü Rəsul Rzanın ilk poemasıdır və 1942-ci ildə qələmə alınıb. İlk poema 1942 Məhəmməd Hadiyə həsr olunub. Daha sonra Məhəmməd Füzuliyə həsr olunan əsərlər içərisində Rəsul Rzanın Füzuli əsəri, eyni zamanda Bəxtiyar Vahabzadənin Şəb-i Hicran əsəri var. Bu əsər Füzuli duhasına olan heyranlığının bədii ifadəsi idi. Hətta qəvvas olub o dəryada mən çox üzmək istədim, batdım bircə damlasında, damlası da dərindir. Mirzə Ələkbər Sabirə həsr olunan əsərlər sırasında Mir Cəlalın Yolumuz Hayanadır əsəri var. Bundan başqa Rəsul Rzaya yenə burada rast gələcəyik. Rəsul Rzanın Xalq şairi əsəri Mirzə Ələkbər Sabirə həsr olunub və üçüncü şəxsi unutmuruq. Bəxtiyar Vahabzadənin Ağlar Güləyən əsəri də Mirzə Ələkbər Sabirə həsr olunan əsərlər sırasındadır. Sırada İmadəddin Nəsimi var. İmadəddin Nəsimiyə həsr olunan əsərlər sırasında Rəsul Rzanın Son Gecə əsərini misal çəkmək olar. Eyni zamanda Bəxtiyar Vahabzadənin Fəryad əsəri İmadəddin Nəsimiyə həsr olunub. Bu əsər Bəxtiyar Vahabzadənin ikinci tarixi dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə qoyulub. Gənc yaşda repressiyaya qurban gedən Mikayıl Müşfiq haqqında Rəsul Rza Qızılgül olmayaydı əsərini yazır. Ötən əsrin 60-cı illərində qələmə alınıb. Əsərdə Mikayıl Müşfiqin həyatı, yaradıcılığı və faciəvi şəkildə ölümündən söhbət gedir və bu söhbət Dilbərlə, yəni onun həyat yoldaşı ilə aparılır. Poema keçmişə qayıdış şəklində yazılmışdır. Poemada deyildiyi kimi bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. Sevgilərlə ədəbiyyatı yaxşı oxuyun.